Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini nazir vəzifələrini icra edən Rəşadət Nabatov Zərifə xanım Əliyevanın Azərbaycan tibb biliminin inkişafındakı müstəsna rolunu vurğulayaraq bildirib ki, görkəmli akademik Zəngin İlmirsi bu gün də aktuallığını qoruyur və müasir oftalmologiyanın inkişafına mühüm töhfə verir. Nazir müavini həmçinin qeyd edib ki, səhiyyə sahəsinin inkişafı, tibb xidmətlərin keyfiyyətinin artırılması və kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu kimi elmi praktik tədbirlər xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova elmə, insanlığa, vətənə xidmət, əsl Azərbaycan qadının nümunəsi Zərifə xanım Əliyeva mövzusunda çıxış edib. Vurğulanıb ki, Zərifə xanım Əliyeva mənalı və zəngin ömür yolu keçmiş, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, ictimai mövqeyi ilə daim örnək olmuşdu. Onun xarakterinə xas olan səmimilik, alicənablıq, tələbkarlıq, xalqına və vətəninə sonsuz məhəbbət kimi keyfiyyətlər onu təkcə görkəmli bir alim deyil, həm də yüksək mənəviyyat sahibi kimi tanıtmışdı. Ali Məclisin deputatı, Humanitar Siyasət Komitəsinin sədr müavini Şəhla Əhmədova bildirib ki, Zərifə xanım Əliyeva bütün həyatını insan sağlamlığının qorunmasına, tibb biliminin inkişafına və milli kadr potensialının formalaşdırılmasına həsr edib. Onun fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmamış, həm elmi, həm pedaqoji, həm də ictimai müstəvidə geniş miqyas almışdı. Konfrans çərçivəsində görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib, bədii hissə təqdim olunub. Mənim bu sevginin, məhəbbətinin nə qədər dərin körləri olduğunu güman edirəm ki, soğuk etməyi təşkil olunur. Konfransda Naxçıvan səhiyyəsində çalışan müxtəlif ixtisaslı həkimlər, həmçinin Bakı şəhərindən dəvət olunmuş qonaqlarımız iştirak edir. Müxtəlif mövzularda çıxışlar oldu. Ümid edirik ki, bugünkü konfrans gələcək həkimlərimizin təcrübəsində mühüm tövsiyələr verəcəkdir. Elmi hissədə müxtəlif tibb müəssisələrini təmsil edən mütəxəssislər tərəfindən oftalmologiya və əlaqəli sahələr üzrə aktual mövzulara dair məruzələr dinlənilib. Orçun Mirziyev, Cavad Hüseynov,